Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün müsahibə mərhələsinə keçən gün səsləndirdiyim sualların izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan yararlanasınız. Eyni zamanda MİQ və sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qrupa yönəldilir. Bütün materiallar biz tərəfindən müəllimlərə verilir. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. İlk sual belədir ki, deyir ki, şagirdlərdən biri sizə şəxsi sirrini danışır və o heç kimə deməməyinizi xahiş edir. Lakin dediklərindən onun təhlükə altında ola biləcəyini hiss edirsiniz. Bu halda nə edərsiniz? Ümumiyyətlə, bu halda şagirdin ilk növbədə təhlükəsizliyini təmin etmək lazımdır ki, hər şeydən vacibdir onun təhlükəsizlik. Sonra ona vəziyyəti izah edərik ki, bu məsələn, deyək ki, sizin tək başınıza qərar verəcəyiniz bir məsələ deyil. Ola bilsin ki, valideynlərinizin də bu məlumatdan xəbəri olmalıdır ki, siz daha təhlükəsiz bir mühitdə qalasınız. Burada həm valideynə də fikir bildirə bilərsiniz, vəziyyəti şagirdə izah edib, sonra psixoloqdan da dəstək almaq olar. Əsas burada yenə dediyim kimi, ilk növbədə şagirdin təhlükəsizliyinin təmin edin. Növbəti bir sual deyir, bütün sinif bir şagirddən narazıdır və onun sinifdən uzaqlaşdırılmasını istəyir. Siz isə bunun düzgün olmadığını düşünürsünüz. Sinifin təzyiqi ilə necə davranarsınız? Burada sinifin təzyiqi ilə qərar vermək düzgün deyil. Ümumiyyətlə, sinifin təzyiqi ilə qərar versək, yanlış qərar verərik. Hər bir şagirdin hüququ qorunmalıdır. Problemin səbəbini araşdırar, tərəfləri dinləyər, ədalətli yolu tapmağa çalışaram. Əsas da burada şagirdlər arasında empatiya hissini formalaşdırmaq lazımdır ki, həmin o problemi kökündən həll edək. Əsas dediyim kimi, yenə də həmin şagirdlərə bildirərik ki, sizdən biri də o şagird yerində ola bilərdi. O da dərs prosesində kənarlaşsa və onun gələcəyi necə ola biləcək? Bu kimi suallarla sinifi sakitləşdirmək mümkündür. Növbəti bir sual. Deyir, bir şagird sizi qəsdən əsəbləşdirməyə çalışır və bütün sinif buna baxır. Nə edərdiniz? Ümumiyyətlə, biz bu məsələdə həmin anda həm müəllimin nüfuzunu gözləmək lazımdır, həm də deyək ki, sakitliyimizi qorumalıyıq, emosional olaraq reaksiya verməzdik bu məsələyə. Dərsin gedişatını pozmadan vəziyyəti idarə edərik. Şagirdlə dərsdən sonra fərdi söhbət apararıq. Problemi hörmət çərçivəsində həll etməyə çalışarıq ki, bu problem nədən qaynaqlanır, səbəblər nədir araşdırarıq və qarşılıqlı hörmət əsasında bu məsələni həll etmək mümkündür. Növbəti bir sual deyir, əgər şagirdlərinizni imtahanda yüksək nəticə göstərsələr, lakin məktəbi dürüstlük, əməkdaşlıq və məsuliyyət hissi olmadan tərk etsələr, özünüzü uğurlu müəllim hesab edərdinizmi? Niyə? Ümumiyyətlə, bu məsələlərdə özümüzü uğurlu müəllimi hesab etmərik bu məsələdə. Niyə? Müəllim təkcə bilik verən olmamalıdır. Müəllim həm şagirdə dürüstlük öyrətməlidir, həm məsuliyyətli yanaşmanı öyrətməlidir, əməkdaşlığa açıq şəxsiyyət formalaşdırmalıdır. Həqiqi uğur birliklə yanaşı düzgün dəyərlər də qazanılmasında olan uğurdur. Burada yəni uğurlu müəllim anlayışı olmaz. Çünki dediyim kimi, müəllim məqsədi yalnız yüksək nəticə deyil, həm də dürüst, məsuliyyətli, əməkdaşlığa açıq şəxsiyyət formalaşdırmalıdır. Digər bir sualımız deyir, sinifdə sevdiyiniz və davranışı sizi narahat edən bir şagird eyni səhv etsə, hər ikisinə tam eyni münasibət göstərə biləcəyinizə əminsinizmi və niyə?
Bilirsiniz, bu bəzən sevimli valideyn, sevimli şagird anlayışları müəllimlərə, müsahiblər verir ki, sanki sizin sevimli şagirdləriniz olur, fərqləndirdiğiniz şagirdlər olur. Bu kimi fikirləri qəti olaraq qəbul etmirsiniz. Yəni, bu məsələdə söhbət bu sualdan gedirsə, hər iki şagirdə eyni yanaşma tətbiq olunmalıdır. Müəllim bütün şagirdlərə ədalətli və qərəzsiz yanaşmalıdır. Qayda hər iki şəxs üçün eyni olmalıdır. Qərarlar şagirdə görə deyil, davranışa görə verilməlidir. Yəni, şagirdin şəxsiyyətinə görə yox, onun davranışına görə verilməlidir. Burada əgər ki, bir şagirdə fərqli, bir şagirdə fərqli münasibət göstərsək, o zaman bərabər imkanları pozmuş olaraq, qərəzli yanaşmış olaraq. Amma müəllim bütün şagirdlərə ədalətli və qərəzsiz yanaşmalıdır. Bugünkü suallarımız bu qədər. Növbəti suallarda görüşənədək sağ olun, salamat qalın.